Salam, hər birinizi xoş gördük. Əziz dövlət qulluğunun test imtahanına hazırlaşan şəxslər, mən bu video vasitəsilə 11 dekabr imtahan suallarında nələr düşüb qanundan olan bir kəsin istəyirəm ki, baxasınız imtahan suallarını və növbəti aylarda, yanvar, fevral aylarında hazırlaşan şəxslər isə bu bir növ stimul olar ki, nə tip bir sual düşür, o üzrə hazırlaşır. Və suallara izah verərkən də çalışacağım ki, əlavə qeydləri də edeyim ki, daha dərindən sualları öyrənmiş olaq. Kanala abunə olmağı unutmayın ki, bu tipli video yüklərində məlumatınız olsun. Bəli, 11 dekabr imtahanı düşmüş suallarla tanış oluruq. Deməli, gələk birinci baxılıq birinci suala. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası necə qüvvəyə minir? İndi əsl imtahanda kimi sual tərtib etməmişəm, öz dilimlə əlavə etmişəm, necə daha doğru olar. Mən sualın cavabı tapmazdan əvvəl istəyirəm sizə 3 saniyə verəm. Deyəcəksiniz, mən 3 saniyə çox verirsin belə. Sualın cavabı nədir? Deməli, mən bilməliyəm ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, baxın, əlavə məlumat verir sizə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası da var. Bəli. Deməli, 1998-ci ilin 29 dekabr tarixində qəbul olunmuşdur və 50 maddədən ibarətdir. Necə ki, Azərbaycan Konstitusiyası yoxdur, eyni zamanda Naxçıvan Konstitusiyası vardır və 1998-ci ilin 29 dekabr tarixində qəbul olunub 50 maddədən ibarətdir. İndi bizim cavabımız nədir? Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə təqdim edir və Konstitusiya qanunu şəklində qəbul edilir. Deməli, qəbul edildiyi andan yox, rəsmi dərc edildiyi gündən yox, referendum yox, Konstitusiya akti ilə edilmiş tarixdir. Deməli, necə oldu? Naxçıvan Konstitusiyası Prezident tərəfindən Milli Məclisə təqdim edilir və Konstitusiya qanunu şəklində qəbul edilir. Doğru cavab yazanlara afərin. Bu bizim birinci sualımız idi. 11 dekabr ikinci imtahan sualı qanunundan nə düşmüşdür? Deməli, ikinci kateqori dövlət orqanları olmayan hansıdır? Bax, ikinci kateqori dövlət orqanı deyək olmayan hansıdır? Naxçıvan Ali Məhkəməsi ikinci kateqoriya. Azərbaycan Hərbi Prokurorluğu ikinci kateqoriya. Azərbaycan Apellyasiya Məhkəmələri ikinci kateqoriya. Amma Bakı Şəhər Prokurorluğu üçüncü kateqoriyadır. Bizdən deyək, ikinci kateqoriya olmayan dövlət orqanı seç, o zaman avtomatik olaraq bizim cavabımız olur, deyilməlidir. Doğrudur mu? Ümidvaram ki, bu imtahanda da yazmışdınız və növbəti aylarda hazırlaşan şəxslərə də burada onu vurulamaq istəyirəm ki, kateqoriyalardan həmişə imtahana minimum birdən sual düşür. Ona görə kateqoriyaları öyrənməyin. Həmişə öyrənin. Kateqoriya, təsnifatlar bizim imtahanın əsas strukturudur. Üçüncü sual nədir? Dövlət qulluqçusu siyasi bir tərəf olması öhdəliyi etik davranışlar hansı prinsipinə aiddir? Bilirsiniz ki, dövlət qulluğu haqqında qanundan sonra biz tələbələrə keçirik ki, etik davranış qaydalarına keçirik. Mən sizə belə məsləhət verirəm ki, dövlət qulluğu haqqında qanun oxumadan etik davranış qaydasını keçib oxumayın. Birinci dövlət qulluğu haqqında qanun oxuyun, sonra etik davranış qaydasını keçin. Və etik davranış qaydasını keçəndə biz görürük ki, maddə 4-dən 18-ə qədər 15 etik davranış qaydası mövcuddur. Və burada deyilən bir cümlə hansı etik davranış qaydası uyğundur şəklində artıq imtahan sualı düşür, əziz yoldaşlar. Yəni 4-18 arası olan, məsələn, tutalım ki, birini götürək, ictimai etimad. İctimai etimadı bir cümlə verər, deyək ki, bu hansı etik davranış qaydasına aiddir. Onu bax, burada verildiyi kimi, ona görə 4-18 aralığında olan etik davranış qaydalarına cümlə və cümlə bilməlisən. Hansı cümlə, hansı etik davranış qaydasındadır. İndi bu bizdə nə deyir? Siyasi. Deməli, bizim cavabımız burada qərəzsizlik. Çünki qərəzsizlik maddəsinə görə dövlət qulluqçusu öz vəzifələrini yerinə yetirərkən siyasi bir tərəfə əmr etməyə borcludur. Eyni zamanda qərəzsizlik maddəsinə görə dövlət qulluqçusu qarşı tərəfin irqinə, dininə, dilinə, cinsinə görə hərəkət etməməlidir. Mədəni davranış deyil. Çünki mədəni davranışlar dövlət qulluqçusu tabirində olan şəxslərlə və ya birbaşa rəhbəri ilə necə davranmalıdır? Nəzakətli, xeyirxah, diqqətli və səbirli davranmalıdır. Yəni, mədəni davranış qaydası bunu mənə tələb edir. Deyir ki, dövlət qulluqçusu birbaşa və tabirində olan şəxslərlə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. İctimai etimad. İctimai etimad deyil. Niyə? Çünki ictimai etimad maddəsinə görə dövlət qulluqçusu, baxın, diqqətlə mən deyim, gəlin və daha yoxlayalım, yuxarı yazım. Deməli, ictimai etimad maddəsinə görə dövlət qulluqçusu
Azərbaycan Respublikasının dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməlidir. Öz şərəf və adının uca tutmağa borçludur. Düzdürmü? Bax, bunu öyrənmək iş oldu. İctimai ictimaiyyətdə məndən bunu tələb edir. Dövlət qulluqçusu Azərbaycan Respublikasının dövlət orqanı və dövlət qulluğu nüfuzunu möhkəmləndirməyə öz adını və şərəfini uca tutmağa borçludur. Və eyni zamanda ictimai ictimaiyyət maddəsinə görə dövlət qulluqçusu kütləvi informasiya vasitələrinin və ya onlar nümayəndələrinin işlevli qurum və ya vəzifəli şəxslər haqqında doğru, dürüst məlumat almalarına köməklik göstərməlidir. Cavab vicdan davranışı deyil, çünki vicdan davranışı ilə başlamaz birinci etik davranışlardan biridir. Dövlət qulluqçusu deyir ki, öz hərəkətlərinin vicdanlı nümunəsi olmalıdır. Vicdan davranışı vicdanlı nümunəsindən söhbət edir. Ona görə də cavabımız bizim qərəzsizlik maddəsi oldu. Yaxşı, 11 dekabr Dövlət Qulluğu test imtahanında 4-cü suala baxıram. Deyir ki, dövlət qulluğunda staja görə 4 təqvim günü əlavə məzuniyyət hansı staja malik dövlət qulluqçusuna verilə bilməz? Kimə verilə bilməz? Mən cavabı deməzdən əvvəl siz fikirləşin. Bizim yekun cavabımız 8 ildir. Yaxşı, mən bunu 8 il deyib gedə bilmərəm. İstəyirəm ki, bunun açıqlamasını verəm. Bəs sən bilirsən ki, dövlət qulluqçusu qulluq stajına görə əlavə məzuniyyəti nə qədər gedir? Əlavə məzuniyyət 5 ildən 10 ilə qədərləsə 2 təqvim günü, 10 ildən 15 ilə qədərsə 4 təqvim günü və 15 ildən çoxdursa 6 təqvim günü. Burada mənə soruşur ki, 4 təqvim günü əlavə məzuniyyətə hansı staja malik dövlət qulluqçusu verilə bilməz? Yəni 4 təqvim günü gedə bilməz. Deməli, kim gedə bilməz? Baxın, gedə bilərlər budur. 4 təqvim günü gedə bilərlər budur. 10-15 arası. Haradadır? A-da var. 10-15, B-də var. 10-15, D-də var. Amma 8 il 6 ay stajı olan şəxslər 5 ildən 10 arasında 8 il olduğuna görə, sol əlinə yazan belə çıxır. 8 il olduğuna görə bu 2 təqvim günü olmalı. Deməli, bax, burada olmalıdır 2 təqvim günü. Amma geri qalan hamısı 4 təqvim günüdür. Buna bir dənə də namizədlərin əksəriyyətən nə ilə qarşılaşdırır? Dövlət qulluqçusu qulluq stajına görə əlavə məvacib müəyyən edilməsindən söhbət edir və ödənilməsindən söhbət edir. Burada əlavə məzuniyyət. Bax, bu əlavə məzuniyyətdir. Mənlə razısınız. Bir də var ki, dövlət qulluqçusunun stajından asılı olaraq məvacibə nə qədər gəlir? Əgər sənin dövlət qulluğunda 1 ildən 5-ə qədər stajın varsa, hər ay 5%. Sənin stajın 5 ildən 10 ilə qədərsə, düşürmü? Baxın, görürüm. Sənin stajın 5 ildən 10 ilə qədərsə, deyirsən ki, 10%, 10 ildən 15-ə qədər stajın varsa, 20%, əgər sənin dövlət qulluğunda stajın 15 ildən çoxdursa, hər ay sənə 30% gəlir. Bunu yazmaqda səbəbi nədir? Çox adam bu məqamı gedir, bax, bunlarla qarışdırır. Əlavə məzuniyyətdə, baxın, diqqət edin, əlavə məzuniyyətdə 5 ildən 10 ilə qədərdir. 1 ildən 5-ə qədər deyil. 1 ildən 5-ə qədər buradadır. Sən hər ay məvacibə üstə gəlməsi faizdə 1 ildən 5-ə qədərdir. Amma məzuniyyətdə 5-dən 10-a başlayır. İstəyir ki, bax, bunun diqqətinizdə olsun. Əslində, demək olar ki, sualların hamısını mən sizə bu izahını vermək istəyərəm, amma siz də mənə haqq verərsiniz ki, sualların hamısını paylaşa bilmərəm. Ona görə də əziz yoldaşlar, istəyirəm ki, 4 dənə sualı sizin məlumatınız olsun ki, hansı sual düşmüşdür. Və gördüyünüz kimi suallar çətin deyil. Sadəcə doğru metodla hazırlaşan şəxs, doğru, düzgün hazırlaşan şəxs bu imtahandan keçə bilər. Siz bilirəm ki, bu videoya baxan şəxslərin əksəriyyəti yanvar imtahanına, fevral və mart aylarındakı imtahana hazırlaşırsınız. Baxın, indi gördüyünüz kimi suallar qanunan çətin idi. Xeyr, çətin deyildi. Ona görə də oxumaq, əzbərləmək, bunlar boyun bir qırağa. Hər bir fənnin, əlaqsız qanunun mahiyyətini və əhəmiyyətini başa düşməyiniz sizin üçün çox önəmlidir. Və bildiyiniz kimi YouTube kanalında da mən bütün qanunların hamısını sizlər üçün izahını vermişəm. Əgər siz yanvar, fevral və mart aylarındakı imtahana hazırlaşmaq istəyirsinizsə,
buyurub bizim kursa müraciət edə bilərsiniz. Növbəti videolarda görüşərik.